Yəni bura gələnlər bizə doğma adamlardır, çox yaxın insanlardır və sizi görməkdə çox şadıq. Teatr Xadimləri İttifaqı mədəniyyətimiz, tariximiz silsiləsindən Azərbaycan mədəniyyətinin və ədəbiyyatının görkəmli simalarından biri. Ədəbiyyatımızın tarixinə böyük dramaturq, Ustad Nasir kimi düşmüş, bütün ömrü və yaradıcılığı boyu sonsuz məhəbbətlə sevdiyi doğma xalqına, ana yurduna xidmət edən və eyni zamanda fədakar, vətənpərvər bir sənətkar kimi öz xalqını, millətini azad, xoşbəxt və mədəni görmək istəyən Əbdülrəhim bəy Haqverdiyevə həsr olunmuş bu tədbirlə, bu görüşlə sizlərin görüşünə gəlmişik. Bildiyiniz kimi 2020-ci il Əbdülrəhim bəy Haqverdiyevin 150 illik yubiley ili idi. Və bu möhtərəm deməli, tarixlə əlaqədar olaraq möhtərəm prezidentimiz Cənab İlham Əliyevin sərəncamı var və bizim bugünkü bu tədbirimiz də, görüşümüz də elə bu sərəncamdan irəli gəlir. Bugün bizim çox hörmətli qonaqlarımız var və mən istəyirəm sizlərin icazəsi ilə onları bura dəvət edeyim. İlk növbədə Bakı Dövlət Universitetinin Televiziya və Radio Jurnalistika Fakültəsinin müdiri, elmlər doktoru, hörmətli Allahverdi müəllimi bura dəvət eləmək istəyirəm sizin alqışlarınız. Zəhmət olun. Teşekkür ederim. Hoş gəlmişsiniz Allahverdi müəllim. Sizi görməyə çox şadıq. Buyurun, əyləşin. Və